Bugün biz baxıb görürük ki, zamanında Fatimə düşmənləri hansı addımları atırdısa, haqqa qarşı, dinə qarşı, ədalətə qarşı, bugün də həmin zalimlər haqqa qarşı o addımları atır. Amma qarşılarında Fatiməvari kütlə yoxdur. Təəssüflər olsun ki, biz bunların müdafiəsini görmürük. Günün Fatimə düşmənləri Fatimilərə qarşı, haqqa qarşı, müsəlmanlara qarşı ən şiddətli mövqeyi sərgiləyirlər, ən güclü təzyiqləri göstərirlər. Dövləti cinayət törətmiş insanlar, ümumbəşəri cinayət törətmiş insanlar həm zindanda rahat yaşayırlar, dünyanın nəzarəti onlara var, insan haqları müdafiə komitələri onlara nəzarət edir, həm ev dustaqlarında rahatdılar. Onlar üçün bütün insan haqları təmin olunur. Amma Fatimə sevərlər üçün bu belə deyil. Hüseyn sevərlər üçün belə deyil. İslam sevərlər üçün, Allah sevərlər üçün belə deyil. Onlara zindanlarda olmazın şiddəti, təzyiqi göstərilir. Amma təəssüflər olsun ki, biz bunların müdafiəsini görmürük. Hətta Fatimə sevərlər, Fatimə üçün sinəsində döyənlər, gözyaşı tökənlər belə onların müdafiəsində yoxdular. Müdafiəsi bir yana, heç onların haqqında dua eləməyə belə cəsarət edən yoxdur. Əzizlərim, Fatimənin üzünə biz baxa bilməyəcəyik.